Əlverişsiz hava şəraiti ilə əlaqədar baş verən fors major hal nəzərə alınaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində iyunun 14-də magistratura qəbul imtahanının ikinci cəhdi təkrar keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, bu imtahanda mayın 17-sində keçirilən imtahan üçün qeydiyyatdan keçmiş bakalavrlar iştirak edə bilərlər. Həmin bakalavrlar 21-23 mayda mərkəzin saytına yerləşdiriləcək keçid vasitəsilə imtahana qeydiyyatdan keçə bilərlər. Həmçinin diqqətə çatdırılıb ki, mayın 17-sində imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər. Xatırladaq ki, Bakı, Abşeron və Sumqayıt üzrə qeydiyyatdan keçən 19746 iştirakçıların ilkin məlumatlara əsasən təxminən 17912 nəfər mayın 17-də keçirilən imtahanda iştirak edib. Bu da nəzərdə tutulan ümumi sayın 90,7%-ni təşkil edir.